Cənab Frank Schwabe, ilk növbədə müsahibə verməyə razılıq göstərdiyiniz və bizə vaxt ayırdığınız üçün sizə səmimi təşəkkürümü bildirirəm. İlk sualım belədir. Sizcə hazırda Azərbaycandakı demokratik institutlar beynəlxalq standartlara nə dərəcədə cavab verir? The situation in Azerbaijan don't meet any international standards, unfortunately. This is what we Təəssüf ki, Azərbaycandakı vəziyyət heç bir beynəlxalq standarta cavab vermir. Biz bunu dəfələrlə müzakirə etmişik. Son illər ərzində bu mövzu ilə bağlı çoxsaylı hesabatlar hazırlanıb. Həmin hesabatlar göstərir ki, problem yalnız insan hüquqları, demokratiya və hüququn aliliyi sahəsində ağır vəziyyətlə məhdudlaşmır. Azərbaycanda müstəqil məhkəmə sistemi mövcud deyil. Ölkədə siyasi məhbuslar var. Bundan əlavə işgəncə halları müşahidə olunur və ümumi vəziyyət getdikcə daha da pisləşir. Mövcud vəziyyət bundan ibarətdir. and the situation is getting more worse. This is the situation, unfortunately. Cavabınıza görə təşəkkür edirəm. Növbəti sualım belədir. Sizcə Avropa institutları Azərbaycandakı vəziyyət barədə kifayət qədər məlumata malikdirlərmi? Yoxsa ölkədəki real vəziyyət Avropada tam və düzgün əks olunmur? If we have enough information, Əlbəttə, məlumatın daha çox olması həmişə mümkündür. Lakin əminliklə deyə bilərəm ki, bizim ixtiyarımızda Azərbaycanla bağlı kifayət qədər geniş məlumat var. Ölkədə vəziyyət çox ağır olsa da, biz müxtəlif mənbələr vasitəsilə həmin vəziyyət barədə davamlı şəkildə məlumat əldə edirik. Hazırda ölkədən kənarda yaşayan, lakin Azərbaycanda insan hüquqlarının vəziyyətini izləyən və bu sahədə fəaliyyət göstərən çoxlu sayda insan var. Onların fəaliyyəti də bizim məlumatlanmağımıza mühüm töhfə verir. Bununla yanaşı, imkanlarımız müəyyən dərəcədə məhdudlaşıb. Çünki AŞPA-nın bəzi üzvlərinin Azərbaycana səfər etməsinə icazə verilmir. Bundan əlavə, Azərbaycan da Avropa Şurasının institutları ilə lazımi səviyyədə əməkdaşlıq etmir. Hazırki vəziyyət məhz bundan ibarətdir. Son illər Azərbaycanda jurnalistlərin həbsi və media azadlığının məhdudlaşdırılması ilə bağlı artan tənqidlər fonunda Avropa İttifaqının reaksiyasını necə qiymətləndirirsiniz? if you ask me, I'm not a human rights defender. Mən insan hüquqları müdafiəçisi deyiləm. İnsan hüquqları sahəsi ilə yaxından məşğul olan siyasətçiyəm. Mənim fikrimcə, rəsmi beynəlxalq institutlar insan hüquqlarının pozulmasına daha qətiyyətli və daha açıq reaksiya verə bilərlər. Bununla belə, müxtəlif institutların mövqeyi fərqlənir və bu, hansı qurumdan söhbət getdiyindən asılıdır. Hesab edirəm ki, son illərdə Avropa İttifaqının Bakıdakı səfiri Azərbaycandakı vəziyyət barədə kifayət qədər açıq mövqe nümayiş etdirib. Eyni zamanda, Avropa Parlamenti də Azərbaycandakı vəziyyətlə bağlı çoxsaylı qərarlar qəbul edib. Bununla yanaşı, söhbət Avropa Komissiyasından gedirsə, mən hesab edirəm ki, onun reaksiyası daha sərt və daha qəti ola bilərdi. Mən iqtisadi əməkdaşlığa və ya ticarət əlaqələrinə qarşı deyiləm. Lakin iqtisadi münasibətlər mövcud olsa belə, ölkədəki real vəziyyət barədə açıq və prinsipial mövqe nümayiş etdirilməlidir. Şəxsən mən bəzi hallarda daha kəskin tənqidlərin səsləndirilməsini istərdim. Bununla yanaşı, qeyd etməliyəm ki, bu cür tənqidlər artıq mövcuddur. Nəzərə almaq lazımdır ki, dünya hazırda çoxsaylı problemlərlə üz-üzədir. Diplomatik baxımdan dövlətlərin Avropada və onun ətrafındakı ölkələrlə normal münasibətləri qorumağa çalışmasını başa düşürəm. Lakin mən siyasətçi kimi Azərbaycandakı vəziyyət barədə həmişə açıq və prinsipial mövqe bildirmişəm. Hesab edirəm ki, digər siyasi institutlar və siyasətçilər də bu məsələdə bir qədər daha fəal və qətiyyətli ola bilərlər. Around or in Europe or around Europe as well. But yes, I'm a politician and was quite outspoken on the situation, and for sure I could imagine that others could do it a little bit more as well. Təşəkkür edirəm. Avropa ölkələri bəzən insan hüquqlarının pozulmasına görə müxtəlif dövlətlərə və ya onların nümayəndələrinə qarşı sanksiyalar tətbiq edirlər. Sizcə, Azərbaycan niyə həmin siyahıda deyil? Sanksiyaların tətbiq olunduğu hallara baxsaq, etiraf etməliyik ki, Avropada bu praktika ümumilikdə çox geniş yayılmayıb. Xüsusilə, Almaniyanın siyasi ənənəsində fərdi sanksiyalardan geniş istifadə olunmur. Məsələn, ABŞ-ın yanaşması fərqlidir. ABŞ müxtəlif regionlarda, o cümlədən Latın Amerikasında fəaliyyət göstərən ayrı-ayrı siyasətçilərə və digər şəxslərə qarşı fərdi sanksiyaları daha tez-tez tətbiq edir. Avropa İttifaqında isə sanksiyalar çox məhdud sayda hallarda tətbiq olunur.
Hazırda Rusiyaya qarşı sanksiyalar onun Ukraynaya qarşı geniş miqyaslı hərbi təcavüzünə görə qüvvədədir. Eyni zamanda İranda bəzi siyasətçilərə qarşı da sanksiyalar tətbiq edilib. Bundan başqa nümunələr isə çox azdır. Buna görə də hesab etmirəm ki, Azərbaycan rəsmilərinə qarşı sanksiyaların tətbiq edilməməsi xüsusi olaraq Azərbaycana münasibətlə bağlıdır. Bu daha çox Avropa İttifaqının formalaşmış siyasi ənənəsi və fəaliyyət üsulu ilə əlaqədardır. Avropa İttifaqı əsasən siyasi bəyanatlar verməyə üstünlük verir. Fərdi sanksiyalardan isə nisbətən az istifadə edir. Mən bunun çətinliyini başa düşürəm. Çünki belə sanksiya mexanizmlərindən geniş istifadə olunmağa başladıqda, sonradan həmin şəxslərlə dialoq aparmaq və danışıqlar keçirmək də çətinləşir. Mən özüm də Azərbaycana giriş qadağası tətbiq olunmuş şəxslərdənəm və hazırda Bakıya gedə bilmirəm. Açığı bu mənim üçün xüsusi əhəmiyyət daşımır. Lakin əgər məqsəd qarşı tərəflə dialoq aparmaqdırsa, mən heç vaxt deməmişəm ki, cənab Əliyevin Almaniyaya gəlməsinə icazə verilməsin. Bəzi məsələlərdə fikir ayrılıqlarımız var. Amma o Berlinə və ya Strasburqa gəlib mənimlə görüşmək istəsə, görüşə bilərik. Eyni zamanda başa düşmürəm ki, niyə o Bakıya gəlin və vəziyyəti açıq şəkildə müzakirə edək demir. Ümid edirəm ki, bu müsahibədən sonra belə bir imkan yaranar. Bəzən verdiyim müsahibələrdən sonra məndə elə təəssürat yaranır ki, cənab Əliyev onları izləyir. Harada izlədiyini bilmirəm. Amma bəlkə də Donald Trump kimi onları görür və bundan qəzəblənir. Mən həmişə vəziyyəti anlamağa çalışıram. Sadəlöv insan deyiləm. Dünyada və ayrı-ayrı ölkələrdə baş verən proseslər barədə müəyyən təsəvvürüm var. Mənim qənaətimə görə bəzi siyasətçilər, hətta avtoritar liderlər belə, əslində yaratdıqları sistemin özününəsirinə çevrilirlər. Məsələn, əgər cənab Əliyev sabah bütün siyasi məhbusları azad etmək, azad və ədalətli seçkilər keçirmək, insan hüquqlarına və hüququn aliliyinə hörmət edən demokratik islahatlara başlamaq qərarı versə və mən Azərbaycana demokratiya gətirmək istəyirəm desə, açığını deyim ki, onun bunu həyata keçirə biləcəyinə və siyasi baxımdan sağ qala biləcəyinə əmin deyiləm. Çünki mövcud sistemdən böyük fayda götürən, yüksək rifah və böyük maliyyə imkanları əldə edən çoxlu sayda insanlar var və onların belə dəyişiklikləri dəstəkləyəcəyini düşünmürəm. Buna görə də mövcud vəziyyətin səbəblərini müəyyən qədər başa düşürəm. Lakin bu vəziyyəti tənqid etməməyim anlamına gəlmir. Əksinə, mövcud vəziyyəti tənqid edirəm. Çünki onun əsas zərərini Azərbaycan xalqı çəkir. Human rights and for rule of law, and I want to have a democratic country. I'm the one who bring Azerbaijan democracy. I don't know if it's good for his health situation. I'm not so sure. So I understand it, but that doesn't mean I don't criticize the situation because it's very bad for the people. Yes, exactly. And next question. Bəli, tamamilə doğrudur. Növbəti sualım belədir. Azərbaycanda demokratik islahatların dəstəklənməsi üçün Avropa İttifaqı konkret olaraq hansı addımları atmalıdır? Avropa İttifaqı və Avropa Şurası, əgər hər hansı ölkə həqiqətən demokratik inkişaf yolunu seçmək istəyirsə, ona dəstək vermək üçün kifayət qədər geniş imkanlara malikdir. Mən Avropa Şurasında fəaliyyət göstərirəm və deyə bilərəm ki, bizim bu istiqamətdə çoxsaylı vasitələrimiz mövcuddur. Biz həmin ölkəyə Venesiya Komissiyası və digər ixtisaslaşmış qurumların tövsiyələrini təqdim edə bilərik. Biz həmin ölkəyə səfər edə, açıq dialoq apara, nümayəndələrini dəvət edə və islahatların həyata keçirilməsində onlarla əməkdaşlıq edə bilərik. Lakin təəssüf ki, bəzi dövlətlər belə əməkdaşlığa və bu istiqamətdə irəliləməyə hazır olmurlar. Sovet İttifaqının dağılmasından sonra Avropada demokratik inkişaf istiqamətində ümumi bir siyasi iradə formalaşmışdı. Avropa Şurası həmin dövrdə Şərqi Avropanın bir çox ölkəsinə bu yolda ciddi dəstək göstərdi. Bu ölkələrin əksəriyyəti sonradan Avropa İttifaqına üzv oldu. Digərləri isə üzvlük prosesinə qoşuldular. Bu əməkdaşlıq çox uğurlu nəticələr verdi. Həm ölkələrin özləri, həm də vətəndaşları bundan faydalandılar. İqtisadi inkişaf sürətləndi, sosial vəziyyət yaxşılaşdı, infrastruktur və ətraf mühit sahələrində mühüm irəliləyişlər əldə olundu. Bu prosesdə iştirak edən heç bir ölkə bundan zərər görmədi. Lakin diqqət yetirsəniz görərsiniz ki, həmin ölkələr Avropa İttifaqına yaxınlaşmağa başlayanda onları idarə edən siyasi liderlərin heç biri bu gün də hakimiyyətdə deyil. Hətta Macaristanda belə hakimiyyət seçkilər yolu ilə formalaşır və dəyişmə imkanı mövcuddur.
with the values and rules of this Əgər organization. hansısa ailə hakimiyyətdə əbədi qalmaq niyyəti güdürsə, bu Avropa Şurasının dəyərləri və prinsipləri ilə uzlaşmır. Problemin mahiyyəti də məhz budur. Bu nə mənim, nə də hər hansı başqa şəxsin Azərbaycanı sevməməsi ilə bağlı deyil. Əksinə, mən Azərbaycanı çox sevirəm. Mənim fikrimcə, Azərbaycan dünyanın ən gözəl ölkələrindən biridir. Onun təbiəti gözəldir, insanları qonaqpərvərdir, mətbəxi çox zəngindir. Ölkədə mövcud olan dini dözümlülük ənənəsinə də böyük hörmətlə yanaşıram. Lakin bütün qərarların bir ailənin əlində cəmləşdiyi və həmin ailənin hakimiyyətdə daimi qalmağa çalışdığı siyasi model demokratiyanın prinsipləri ilə uzlaşmır. Belə bir idarəetmə modeli Avropa Şurasının dəyərləri və qaydaları ilə uyğun gəlmir. Məhz problem də bundan ibarətdir. Bu mənim emosional münasibətim deyil, vəziyyətə verdiyim aydın siyasi qiymətləndirmədir. Mən bu vəziyyətə görə qəzəb hissindən daha çox təəssüf hissi keçirirəm. Çünki hesab edirəm ki, Azərbaycan Avropa Şurası ilə səmərəli əməkdaşlıqdan çox böyük fayda əldə edə bilərdi. Söhbət milyonlarla insanın daha yaxşı həyat şəraitinə qovuşması imkanından gedir. Bəli, son olaraq soruşmaq istərdim. Mövcud siyasi vəziyyəti nəzərə alsaq, Azərbaycan müxalifətinin gələcəkdə parlament assambleyasında təmsil olunması nə dərəcədə real görünür? You know, this is a very new question. We never dealt in the history of this organization with such questions. We start now. Bu kifayət qədər yeni və mürəkkəb bir məsələdir. Avropa Şurasının tarixində indiyədək belə bir vəziyyətlə üzləşməmişik. Bu mövzunu ilk dəfə Belarus və Rusiya ilə bağlı müzakirə etməyə başlamışıq. Belarus uzun illərdir Avropa Şurasına üzv deyil. Rusiya isə artıq təşkilatın üzvlüyündən çıxarılıb. Mən həmişə Avropa Şurasını demokratiyanın, hüququn aliliyinin və insan hüquqlarının qorunduğu ümumi bir məkan kimi xarakterizə edirəm. Biz burada dövlət rəhbərləri və ya siyasətçilər üçün deyil, insanlar üçün fəaliyyət göstəririk. Məqsədimiz Avropada yaşayan 100 milyonlarla insanın bu təşkilatın institutlarından yararlana bilməsi, o cümlədən Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət etmə imkanına malik olmasıdır. Doğrudur, Avropa Şurasının üzvü yalnız dövlətlər ola bilər. Lakin bəzi ölkələrdə hakimiyyət bu təşkilatın dəyərlərini qəbul etmək və onun qaydalarına uyğun fəaliyyət göstərmək istəmir. Belə hallarda əsas məsələ həmin ölkələrin vətəndaşları ilə əlaqələri necə qoruyub saxlamaqdır. Belarus və Rusiya ilə bağlı vəziyyət fərqlidir. Çünki həmin dövlətlər bütövlükdə təşkilatın üzvü deyillər. Now, when it comes to Azerbaijan and Georgia, Azərbaycan və Gürcüstana gəldikdə isə vəziyyət başqadır. Bu ölkələr Avropa Şurasının üzvü olaraq qalırlar. Lakin müxtəlif səbəblərdən onların parlament nümayəndə heyətləri parlament assambleyasında təmsil olunmurlar. Bu səbəblər ayrıca geniş müzakirə oluna bilər. Bu şəraitdə əsas sual ondan ibarətdir ki, öz ölkələrində təmsil olunmayan, lakin Avropa Şurasının dəyərlərinə sadiq olan insanlarla əlaqələri necə qurmaq mümkündür? Lakin bu məsələyə Belarus və ya Rusiya modeli ilə yanaşmaq olmaz. Çünki Azərbaycan və Gürcüstan hələ də Avropa Şurasının üzvü olan dövlətlərdir. Mən həmin ölkələrin təşkilatdan çıxarılmasının tərəfdarı deyiləm. Bununla belə hesab edirəm ki, Avropa Şurasının dəyərlərinə sadiq olan və həmin ölkələrdən olan insanlarla davamlı və institusional əlaqələrin qurulması yollarını müzakirə etməliyik. Hazırda bunun necə həyata keçirilə biləcəyinə dair hazır bir həll variantım yoxdur. Lakin görürəm ki, bu istiqamətdə artıq müəyyən müzakirələr aparılır və mən də belə bir dialoqda iştirak etməyə hazıram. Vaxt ayırdığınıza və fikirlərinizi bizimlə bölüşdüyünüzə görə sizə səmimi təşəkkür edirəm. Çox sağ olun. Çox təşəkkür edirəm.